Uşaqlar, bu yeri internetdə axtarırdım, araşdırdım, tapa bilmirdim. Deməli, Jalon Aror belə adlanır bura. Kuala Lumpur'da olsanız bu yeri gəlib görə bilərsiniz. Bura doğrudan çox gözəl. Həqiqətən şəhərin ən qaynar nöqtəsidir. Belə uşaqlar, deməli, bugün də yeni bir uçuşa başlayırıq. Hal-hazırda Singapurun Changi havalimanındayıq. Buradan Malayziya, paytaxt Kuala Lumpur'a uçuruq. Gəlişimizi burada qeyd eləməliyik. Giriş elədik, arrival kartı doldurduq. Deməli, gəldik Kuala Lumpur'a, qaldığımız yerə yerləşdik. İndi isə çıxmışıq gəzməyə. Petronos'un 2 əkiz qülləsi yan-yana. Dünyanın top 20'sinə daxil olan binalardan biridir. Kuala Lumpur'da bizim önümüzdə, Malayziya, Kuala Lumpur'da bizim görmək istədiyimiz ölkəydi. Bugün gəlib gördük uşaqlar, həqiqətən möhtəşəm hisslərdir. Burada həddindən artıq şəkil çəkən uşaqlar var. 5 ringa, 10 ringa Malayziya pulu ilə, yəni 2 manata, 3 manata, 5 manata çəkirlər. Burada istədiyiniz formada şəkillər çəkdirə bilərsiniz. ASEAN Cənub Şərqi Asiya ölkələrinin assosiasiyası belə bir təşkilat, belə bir qurumdur. Malayziyada həmin təşkilata ev sahibliyi edən ölkələrdən biridir. Adam əlindən hərəkət eləmiyor. Uşaqlar, bu yeri internetdə axtarırdım, araşdırdım, tapa bilmirdim. Deməli, Jalon Aror belə adlanır bura. Kuala Lumpur'da olsanız bu yeri gəlib görə bilərsiniz. Bəli, Jalon Aror. Asiya ölkələrinin yerdə həyatı doğrudan çox qəşəng olur. 7 Malayziya ringinə belə bir su alacaq. 2 manat yarım pul edir. Bura doğrudan çox gözəl. Həqiqətən şəhərin ən qaynar nöqtəsidir. Bir dənə şarma sifariş eləmişəm. Halal şarma. Bizim pulla hardasa 8-9 manat pul edəcək. Thank you. Gəlin sizə qaldığım yeri göstərim. Belə hündür mərtəbəli bir plazadır. Studiya otaqdır. Buranı da 70 manata tutmuşduq. Binanın yuxarısında 48-ci mərtəbəsində çox böyük bir hovuz var. Bugün yenə bəxtimizdən təmirə dayanıb. Singapura getdik, Merlion təmirə dayanıb. Yəni Kuala Lumpur'a gəldik, burada hovuzumuz təmirə dayanıb. Hədsiz, yəni keyfim pozulub. Bu yerini əziyyətlə tutmuşdum, danışmışdım. Burada 8-ci mərtəbədə bir hovuz da var. Ora düşəcəyik, oranı da görərik. Salamlar. 32-ci mərtəbədəyik uşaqlar. Deməli, gəlin 8-ci mərtəbədəki hovuza düşək. Baxın, görürsünüz, o Petronos'un qoşa binası görsənir burada. Kuala Lumpur qülləsi də buradadır. 32-ci mərtəbədə biz ancaq 48-də bunları yuxarıdan tam görəcəkdik. Good morning. 8-ci mərtəbədən açılan görüntüdür. Biz 48'də olacaqdıq. Ancaq Petronos'un binalarını görə bilmədik. O hovuz çox gözəl idi. Videoda yuxarıda qoyacağım. Görərsiniz. Kuala Lumpur. Arxa tərəfdə baxın, dağlarla əhatələnib. Bu da nəsə çaydı, kanaldı, bilmirəm. Nəysə, buna da şükür.